Təzə qoşulmusunuz. Bir doğan nikahdan kənar uşaq doğana deyirlər. Yəni kiminsə ərindən. O düz deyil. Ola bilər nikahın olmasın, amma ərindir də. Bir evdə yaşayırsan, toy eləmişsən, hamı görüb. İndi sənədində problem var. İstəməyib zaksa salsın. Kişi imkanlıdır, istəmir qadını alır, zaksa salır. Çox vaxt bəzi qızlar belə olur. Bir varlı kişi ərə gedəndə zaksdan sonra bu kişi nə alırsa, bundan bölünürsə, bəri başdan zaks da eləmir. Amma arvadı olur da, arvadı olur. Amma biri də var, bir doğan kimi. Kiminsə artığından, kiminsə ərindən uşaq doğur. Bax, o bic bala adlanır. Həm bax, kiminsə ərindən təbii ki, doğulan qeyri-qanuni sayılır. Bəli, atası bəlli olmayan uşaq yoxdur. Elə psixoloq xanım, elə cümlə yoxdur. Fəridə xanım, görürəm savadlı xanımsınız. Bütün uşaqların atası var. Atasız uşaq olur ki, bu uşağın atası var ki, doğulub da. Atanın da duxu çatmaz boynunu almamağa. Çünki DNK testi var. Nədən ötürüdür? DNK verərlər, adı oradan çıxarsa qulağından tutub cəza verərlər qanunla. Boynunu almazsa, sübutunu eləyərlər. Adını da verməzsə, başına onu gətirərlər qanunla. Amma yəni bütün uşaqların atası var. Elə cümlə səhv cümlədir. Atası uşaq. Atası uşaq olur ki, hamısının atası var. Amma baxın, atası nə cürə bic deyirlər. Başqasının artığı, yəni başqasının nəri. Başqasının nərini indi biz orada gedən söhbətləri bilmirik. Hansısa bilmirik, indi şantajla mı? Ola bilsin şantaj eləyib də, kişi xeylardır. Və yaxud nə ilənsə başqasının nərindən uşaq doğub da, onu da cəmiyyətdə gözümüzə soxanda, biz də görürük. Heç gözümüzə dürtməsəydi, bilməzdik. Əslində o bic doğanların ən böyük düşməni aparıcılardır. Nə deyil? Qulağından tutubu demədiniz. Hə, məsələn, qulağından tutub aparıb qanunla. Qanunla cəza kəsirlər. Sən hələ bilmədən danış onu. O kim da? Sən hələ Vüsal Bəşirov. Alan razı, satan razı. Elə deyil. Alan razı, satan razı. O kişinin başı özündə olmur ki, sülə yitdi. Və qadının əxlaqına nə gəlib? Siz razı olarsınız, ay xanımlar, kiminsə artığından ata evində ərə getmədən bic bala doğmağa, özünüzə yaraşdırırsınızsa yazın. Bir kişiyə 2 arvad olmaz, 1 arvad olar bizim qanunda. Yox, zaks olmayıb ailəli olanlar, hamı bilir ki, ailəsi də cəmaat toyuna gəlib, şahidlik eləyiblər. İndi sənədi mi çatmır? Nə, o başqa məsələ, o ər-arvaddır, o bic deyil. Xalq bilir ki, bunlar bir damın altında yaşayır, ər-arvaddır. İndi sənədində problem var, ya kişinin nə bilim bir hər hansı bir əmlakı bölünməsin deyə, nədir, nə deyil. Adam var da, zaks eləmir. Bu, amma bunu alıb da, cəmaatı şahid çağırıb, toy eləyib. Həm toy eləmə, həm hamı yazır, Afət hamı düz deyirsiniz. Çoxsa mən siz hər dəfə marifləndirəcəm, ay dostlar. Hər dəfə öpürəm sizi. Mahnımı nəyindən danışacağım? Sizə elə mahnı lazım idi ki. Güya bu mahnı zat ged. Hə. WhatsApp şeydəyim, TikTok'dayım. Ona görə. Nədir ki? Nə olur ki? Ustanı gözləyirəm də, başımı qatıram. Afət TV-m işləyir. Deyirlər, Məhəmməd müəllim sənə TV açdı mı? Deyirəm, hə, əlbəttə bu deyə canlı. Gir afisiyantın telefonla bax. Qırğın deyə, qırğın. 1200 adam var. Aha. İkinci dəfə ərə getmək ayrı şeydir. İkinci dəfə getdiyim ər, kiminsə əri deyil, konkret mənim ərimdir. Ortaya da çıxartmışam, görmüsünüz, zaksımı da görmüsünüz. Amma ortaya çıxartmadıqları ər var, bic doğduqları uşağın atası. Bax, o ər deyil, o kiminsə əridir. Kiminsə əri olan, o qeyri-qanunidir, o pozğunluqdur, əxlaqsızlıqdır. Yox, hara əl çəkirəm. Mən demişəm, kişinin sözü bir olur. İnsuta gedəndə də, evlənəndə də, zaten elə eləyəcək ki, cəmiyyətdə bu cür əxlaqsızlar ifşa olunacaq. O aparıcıları mən boykot eləyirəm. O aparıcılar var idi. Mənim bic doğanla zaten işim yoxdur. O aparıcı orada bic doğanı çıxardı.
kasıb oğlanlar var. Belə qeyrətli qızsan subay kasıb oğlanın birini özünə ər elə də. Niyə gedir bu nədir o penguinə oxşayan, boğazı olmayan, baş promoy bədəndən çıxıb deyirəm. Mən lağ fikrindən demirəm. Allah da hərəni bir cür yaradır. Baş bədəndən çıxan boçqaya oxşayan bu kişi ərim koyduşum niyə deməlisiniz ki? Niyə? Bax sizə sual verirəm. Məştubatda deyir. Bu kişinin nəyinə? Yaraşığı deyirsən yoxdur. Subaylığı deyirsən yoxdur. Panda, konkret panda. Əlində bir dənə də bal küpü olsa, o şirin bank şeylər olur, pandalar. Adam elə istəyir üzündən belə tuta da. Konkret odur da. Hamı da bilir ki, deyir məştubatın nəyinə? Məştubat elə belə film deyil ha. Həmən bu bicdoğanların maskasını cıran filmdir. Dediyim odur ki, bu, yəni ki, mənə nə olub ki, mən özümə hörmət qoyan qadınam. Mən onun arvadı niyə mənə deməlidir ki, mənim artığıma qonur. Hazır mən Mişa kimi, Mamet kimi mərd, subay oğlan tapa bilmirəmmi ki? Mən özümə sığışdırmıram. İnsanıq, səhvimiz olar, amma səhvdən nəticə çıxardıb deməlisən ki, səhv eləmişəm. Özünü deyir, onun pulundan yığdırdı, vicdoğan, sonra gürüldadı. Bəli. Niyə yığdırdı? Səbəbini deyim. Çünki o kişinin arvadı təbii kukladır, kukla. Mən qadınlığımla qadının gözəlliyinə mat qaldım, ay dostlar. Sizə sual verirəm. Görmüsünüz də o qadını, kukla. Yəni, heç o qadın gözəlliyində, show biznesdə gözəl qadın yoxdur. Ev xanım olasan, o gözəllikdə də, yəni, mən şok. Məcbur idi vicdoğan yürüb özünü yığdırsın. Çünki, axı, fikirləşdi ki, bu kişi ayılacaq da. O kişi də içirdi orada, bağışlayın, məndə efirə uyğun olmayan cümlələrdir, sonrasını demirəm də. Özündə olmurdu, içirdi. Hamımız bilirik də, show biznesdə onun adına Süleyit deyirlər, Süleyit. Da demirlər filan kəs gəlir. Bütün günü də o Hollywoodun kabinetlərində başına yığır bir dəstə şeyi, nədir onun adı? Hamısı orada uşaqlar xəbər verirlər. Daha Bakı balaca şəhərdə hamı bilir. Süleyit deyirlər ona. Gülbəniz xanım, mən özümlə müqayisə eləmirəm, deyir sizdən gözəl olanmaz. Bir qadın kimi çox gözəl qadındır. O cür qadını dəyişən kişi deyil. Bax bunu deyirəm. Kişi deyil, konkret. Mən kişi olmayan kişini kişi yerinə saymıram. Mən deyirdi bu haçandan mənə heç qadın kimi baxmıyorum, mən kişi qadınam. Başa düşdünüz, bunu kişi kimi danışıram. Ay canım, yanmaq üçün gərək ərin olmayaq. Ən belə mərd kişi mənim ərimdir.